Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 27-sində Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 5-8, gündüz 12-16 dərəcə isti, atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Naxçıvanda və Azərbaycanın bəzi rayonlarında sabah arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Duman gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-4 dərəcə isti, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. İstənilən hər bir hava şəraitində sizlərə xoş əhval-ruhiyyə arzu edirik.